Salam, hörmətli sosial şəbəkə iştirakçıları. Mən keçmiş siyasi məhbus Məmmədov Saməddin Qardaşxan oğlu, Cəlilabad rayon sakiniyəm. 3-cü qrup ömürlük gözdən əliləm. Mən uzun illərdir hamını tanıdığı kimi sosial şəbəkə üzərindən ölkədə gedən xoşagəlməz halları, xalqı sıxılmağı, dögülməyi, əzilməyi və işləməyən qanunlar barədə çoxsaylı video çıxışlarım olub, özüm danışmışam, kimisə problemlərini çəkib işıqlandırmışam. Bəzən bunu xaricdə nə elirlər? Xaricdən edən uşaqlara irad bildirirsiniz ki, çox vətəndaşlar irad bildirir ki, gəl o mübarizəni ölkədə apar. Bax, ölkədə mübarizə aparanın biri mən dəfələrlə həbs olunmuşam, müvəqqəti həbs olunmuşam, inzibati həbs olunmuşam, cəza almışam buna görə, 6 il bir yatmışam, sonradan bir cəza almışam. Sonuncu aldığım cəzanın 2 il 8 ay şərti olaraq cəza almışam. Onu da 2020-ci ildə sıxmışam. Mən 4 ildir o cəzanı qutara bilməyim. Yəni ayağımdan silinib getməyim. Gah deyirlər hakimin yadından çıxıb otaqda qalıb, gah deyirlər nə bilim nə olub. Axır son bu ermənilərə verilən amnistiyadan mənə də düşüb 6 ay. İndi həmən qərarı, Cəlilabad rayon məhkəməsinin çıxartmış olduğu qərarı mən əldə etmişəm. Yəni Cəlilabad rayon məhkəməsinin hakimi çağırıb bu qərarı mənə verir. Siz baş ağrı olmasın, bir də sonuncu vəziyyətini göstərim sizə. Qərara aldım tərəfini göstərim, onu da görəsiniz. Görürsünüz, qərara aldım və bir də göstərim ki, nə yazıb qərarda. Ki, 20 gün apellyasiya şikayəti verə bilərsən, protest verilə bilər, bunlar da müddəti ötüb. Hər birisi ötüb və hal-hazırda qərar əlimdədir. Bu 3-4 gündə həmi canlımı vurdular. Bu dəqiqə mənim sosial şəbəkə üzərindən canlı asa bilmirəm, nə qədər sayı düzəlmir. Təzədəndən başqa bu profilu yükləmişəm, asmışam, ondan da canlı asa bilmirəm. Hələ adam sayı azdır. İkinci bir tərəfdən, hal-hazırda 3-4 gündə mənim polislər təqib eləyir. Şərrəmə istəyirlər, hansısa bir özlərindən təzə bir şey icad eləyiblər, bilməyəm nədir. Yer deşiyindən çıxmamışıq, bizim də müəyyən yerlərdə dostumuz, qohumumuz, əqrəbəmiz var. Onlar da siqnal ötürür mənə ki, Saməddin hazırdır, gedib səni tutacaqlar. İndi mən buradan bütün Avropa Şurasına səslənirəm, ölkədə olan səfirliklərə səslənirəm. Bu günləri 1 saat bundan qabaq təzədən Cəlilabad rayon məhkəməsinin provasiya şöbəsi zəng edir ki, gəl amnistiya qərarını götür. Mən götürmüşəm də bu qərarı. Qərar məndədir, ayın 19'da götürmüşəm. Keçən ayın 19'u götürmüşəm. Məni yenidən alladım, indi oraya aparırlar. Bax, buradan durub gedirəm ora. Yəni, Cəlilabad zəng edir ki, mən polis göndərməmiş, dubura gəl. Mən gedirəm ora, yəqin ki, məni bugün həbs edəcəklər. Bu 3-4 gündə də evim təqib altındadır. Özüm təqib altındayım. Elə bir kolondan prezident gedir arayəsə. Arxamca polis bölümcə, nə bilim, qrajdanlılar, o xaricdəki uşaqlar güdəyirlər, amma onun gününə qalmışam. Azərbaycanda olan Avropa Şurasının daimi nümayəndəliyinə deyirəm. Avropa Şurasının Azərbaycanda səfirliyinə müraciət edirəm, qardaş. Buradan azad mətbuat mümkün deyil. Mən həbs olunsam da, mənim cəza müddətimi Avropada, xarici ölkələrdə çəkməyə müraciət edirəm. Xahiş edirəm, mən həbs olunan kimi məni dərhal, mən elə bir cəza törətməmişəm, məni həbs eləsinlər. Mən günahsız bir insanam. Ölkədə gələn xoşagəlməz bütün cinayət və bütün baş verən öz başına çəkirəm, rüşvəti, korrupsiyanı çəkib yayıram. Buna görə məni bugün, sabah, indi hasası həbs eləyəcəklər. Bütün ölkə olan səfir, Amerikanın prezidenti Trump'a səslənirəm. Nə gözləyirsən, nə eləyək biz? Mən nə eləyəm, uşağımı tuturlar deyəm, qanunsuz tutubsan. Anam öyle deyəm, bu niyə öldürəysən, qoy mən səni müalicə eləyəm. Və buna görə də bütün səfirlərə müraciət eləyəm, mənə sığınacaq versinlər.